Salam hörmətli izləyicilər, bugünkü vlogumuz Vedi restoranından olacaq. Xırdalana Vedi restoranına gedirik. Hüseynlə bir yerdə. Hüseyn məni gözləyir. Buradadır. Dedim Hüseynlə görüşək, yolumuza davam edək, görək başımıza nə işlər gəlir. Nətərsən Hüseyn? Sağ ol qardaşım. Nə var, nə yox? İnşallah gedirik. Gedək Hüseyn, buradan Xırdalana elə neçə saatlıq yolumuz var. Xırdalanın da probkası da o sözdən də öyle. Getdik gəl. Gəl otur gəl. Saxlama otur buramı. Oturuq maşına. Ramoy yolumuz Xırdalan. Şəhərimizin gözəl göyçək probkaları. Probkasız bir günümüz olmaz. Gedirik Vedi restoran. Çıxmışıq. Gedirik Vedi restoranına, çəkilişə Xırdalana. Gedək görək nə gidirik. Düz buradan çıxan kimi deməyimizi taxırıq. Canımızın sağlığı bizə hər şeydən önəmlidir. Ona görə də elə maşını sürəndə evdən başa çıxdın, maşına oturdun, gərək deməyini taxasan. Deyirək, Vedi restoranında Emil qardaş bizi gözləyir. Görək başımıza nə işlər var. Gedək görək orada özümüzə necə qulluq eləyə bilirik. Gedək yeyək dadına baxaq, sonra sizi çağıraq. Yeyək dadına baxaq, sonra sizi çağıraq. Göstərək ki, bu probkaların əlindən da biz yığılmışıq boğaza. 10 dəqiqəlik yolu şəhərdə probka ilə yarım saata gelirsən. Gedib çatanacan da adam ölür. Dostlar, bu Xırdalan yolunun da probkası o sözdən deyil də. Bu yola bir əncam çəkmirlər də. Bayaqdan çöldə, probkadan çöldə çölə bir yağış havası var. Bayaqdan fikirləşirik, ayaqla gedək elə bu yolu, maşın qoyaq yolunduraq. Maşın qoyaq ayaqla, gedək bayaqdan oldu fikirləş. Gedirik Vedi restoranına, orada bizi gözləyirlər. Görək bizi necə qarşılayacaqlar orada sen. İnşallah gələn vloglarımızda rayonlara gedəcəyik, Allah qoysa. İnşallah. Kommentlərdə yazın, görək hansı rayonlara gedək, haranı çəkək sizlərə, göstərək. Gücbəla ilə də olsa gəlib Xırdalana çatdıq. Artıq Xırdalandayıq. Vedi restoranına yaxınlaşırıq. Xırdalanın dairəsindən də gəlmək olur. Masazırın kuruğundan da. Biz ora biraz probka idi deyə biz yolumuzu dəyişdik, Masazırın kuruğu ilə gəldik. Masazırın kuruğundan sola girdik içəri. Düz axıra qədər gedirik. Sağa dönəndə artıq Vedi restoranı bizi qarşılayır. Gedək görək nələr var, nə yeyirik, nə içirik. Vedi restoranı Xırdalanda at heykəlinin yanında yerləşir. Gəl. Gedək, Ayşin. Görək başımıza nə işlər. Özdə maraqlı bir yerdədir, parkın içində. Yazdı bura Vedi restoranı. Yayda qəşəydir, yayda buralarda da oturmaq olar. Gəlirsən? Orada sənin səsin çıxmır, Ayşin. Arada bir dildən görsünlər ki... Yeməyə gözləyirəm, yeməkdən sonra danışacağım, özümə gəlim. Yəni buranı da çəkək. Çək. Gördün, bax, Vedi restoranı Xırdalanda at heykəlinin yanında yerləşir. Yeməklərindən tutmuş hər bir şeylərini göstərəcəyik. Gəl.
Bax, girdin içəri. Belə gözəl bir bar qarşılayır bizi. Hələ heç nəyə başlamamışdan qabaq bunu deyim. Belə gözəl bar başlayır. İşte həyətində də oturmağa yeri var, amma daha öncə qışdır. Əslində belə qabağı var, sacın içində qəşəng odunları yığırsan, özün-özünə qulluq edirsən, kababını çəkirsən, yeməyi bişirirsən, orada da çöldə də oturub yeyirsən. Gəl aşağı kabinetləri də göstərim. Gəl sonra keçək də bu yemək içmək şeyinə. Düz demirəmsə deyirəm, düz demirsən. Gəl. Gəl görək. Bax, birinci kabinetimiz, gəl bura. Belə gözəl kabinetləri var. Gəl içəriyində götür. Var şəkillərimizdə. Belə qəşəng. Gördün yanında qız yoxdur. Bax, burada plakatımız hazır. Gördün yanında qız yoxdursa, burada plakatımız hazırdır. Bax. Burada plakatımız var. Gəl. Burada böyük zalımız da var. Burada böyük zalımız da var. Gəl. Böyük zalımız da var. Burada hər növ banketlərinizi eləyə bilərsiniz. Gəldin otdan futbola da baxmaq olur. Televizorumuz da var. Bu buranın ışığını söndürüm. Çıxım söylə. Belə gözəl otağımız da var burada. Bu nədir qəvə? Aydı qardaşım. Ayı da yerləşdirmişsiniz bura. Aydı. Gördün çöldə ayı görə bilmirsən, gir içəri, içəridə ayı görəcəksən. Gəl. Baba. Bu gözəl otaqlardan biridir. Gir içəri. Buna baba, belə edirsən. Belə edirsən. Burada qəşəng atmosfer yaranır. İndi bura rənglənəcək. Bura olacaq həqiqətən atmosfer. Qəşəng gəlsən oturursan. Burada da şeydən gördün, soyuqlu kondisioner də var. Belə də üstü ata bilərsən də. Nə deyim, sen. Bu da qəşəng də, sen. İşığı söndür qardaşım, başqa effekt verir. Belirsən, başqa effekt verir. Baxın görün burada mən də elə bir bu otağa birinci səfər etmişəm. Belə də otağımız var, gəlirsən, girirsən, 4 nəfər poluna otura bilər. Xəncəl yesin, kabab yesin, set yesin. Nə ürək istəyir yesin. Ay Hüseyin, arada səs çıxar, cəmaat görsün ki, var da adam var burada. Ay Allah, bu Mən gəndə qardaşım çəkiləcəm, mən də səsini hə, onda səs çıxarırsan. Mən əsas yerə saxladım bu səsini. Bir dənə bunu ver mənə, gör nə göstərirəm. Baba. Hə. Biraz da sən təqdimat elə də, nə qədər mən eləyim, qardaş. Qardaşım gözəllikdir, danışmaq adam dilini tutulur. Professionallıq lazımdır bana. Vedi restoranının şef aşpazı Azər bəy yanımızdadır. Azər bəy, YouTube izləyicilərimizə nə demək istəyirsiniz burada? Hər kəs salamlayıram. Xidmətinizdəyəm. Buyurub gələ bilərsiniz Vedi restoranına. Qulluğunuzdayım. Ələ qoluyuq. Yaxşı. Bu nə daha üstə? Şirəli dana. Göstərək. Görür kimi Yiyirsən? işlərdən var. Yox, yemə, yeyəsən onları. Sonra Bu nədir? səbzi. Mala. Şabalıqlı kənd çolpası. Bu bir dənə düyüsü Düyüsüdən əksikdir. Bunun düyüsü Hər şey var əksikdir. qardaş. Bu dəzgahda olan yeməklər. Burada yeganə şey var ki, müştərilər özlərinə xidmət də edə bilirlər. Masanın üstündə manqalın, kababı özün çəkirsən, özün pişirirsən, özün də yeyirsən. Düzdür usta? İstəsən Azər usta özü də gəlib pişirə bilər. İndi baxırsan vəziyyətə. Müştərilər Köməklik özləri edə istədiyi bilərik. kimi pişirə bilər. Gördüyümüz çeşidlər bunlardır Azər usta, yoxsa? Yox. Bunlardan başqa çeşidlərimiz də var. Ümumən milli mətbəximizə aid nə varsa çox çeşidlərimiz mövcuddur. Bu sadəcə bizim dəzgaha çıxan yeməklərimiz önə çıxar. Bundan da əlavə hazırlana biləsi yerində və ondan da başqa qeyri yeməklərimiz soyuducularda və yaxud da Müştərilərə bir də hazırdır. nəyə ən çox müştərilərin problemi köhnə yeməklər olur. Düzdür? Neçə illərdir bu işin Aha. içindəsiz də. Burada hər gün təzə yeməklər hazırlanır. Burada qardaşım, yəni özünüz də görürsünüz bizim müştərimizi, bizdə yemək çeşidi çox qalmır.
Yəni gündəlik təzələnən yeməklərdir. Bütün məhsullarımızda, yəni əmni, halal kəsim olmasına, əgər elə bir hal baş verərsə, həmin masadan bizdən hesab alınmır. Yəni elə bir şeylərdə diqqət yetiririk ki, maksimum dərəcədə, yəni müştəriyə boyat mal getməsin. Hər şeyi qoydum bir qırağa. Bu ot çox qəşəngdir burada. Olar. Ha, bütün müştərilərin bol olmağı bu oduna görədir. Gəlir burada qızışır, gedir oturur. Gəlir burada qızışır, gedir oturur. Gözün qırağında. Bu günlərim Azər usta həm müştərilərə olan seti göstərəcək, həm də özümüz həmin süfrə arxasında hamımıza burada necə xidmət olunur bir-bir hamısını göstərəcək. Düzdür Azər usta? Əlbəttə. Azər usta özü də manqalın başında hazır kabablardan çəkəcək, görək necə olur. İnşallah yaxşı olar. Buyurun gəlin. Gəldiniz Vedi restoranına, bunları sifariş etdiniz. Həm ustamız özü pişirə bilir, həm də belə bir manqal stolun üstündə. Özün ətini də pişirirsən, kababını da pişirirsən, yeyirsən. Özünü xarici ölkədə hiss edirsən, bir sözlə. Başlayaq usta. Ya Allah. Yaxınlaş çək bunları. Yaxınlaş. O hamısı ustanın əl işidir. İstəyirsən özün burada belə pişir. Bunu da götürə bilmədim. İstəyirsən özün pişir. İstəyirsən stolun başında usta gəlsin özü pişirsin. Ustanın vəziyyəti biraz şeydi, ona görə danışmırdı çox. Özgə vaxtı olsaydı, ücə başlamışdı. Ücə birin bir qəpikdən Niyə hər şey deyirdi. qaydasındadır? Ücə birin bir qəpikdən deyirdi. Burası da nəsə. Qardaş, işimə. Buyur. Buyur. Bugün nəsə öz ampulasında Niyə belə qardaş? çox Hər gec şey gəlib. qaydasındadır. Çox gec gəlib. Bugün işə çox gec gəlib. Başı qaçıb. Yaxşıdır hər şey. Buyur bax. Həm kababdan əlavə salatlarımız da var. Ev usulü badımcan var. Buyur qardaşım, hazırdır. Bu səhnəni görəndə Türkiyədə dəniz qırağında olan manqallar adamın yadına düşür. Gedirsən cama, özün özünə qulluq edirsən. Hadi qoyaq. Dostlarınla yığıldın 4 nəfər, 5 nəfər. İndi baxır da yığıldın, gəlsən Vedi restoranına. Gəldin, istəyirsən özün özünə xidmət elə, bizim kimi, istəyirsən də ki pişirib hazır olsun. Bəs futbol vaxtı bunlar necə olursa? Futbol vaxtı maşallah olsun bütün bizim afisiyantların hamısı kababları pişirə bilir. Lazım olacaq afisiyantlar tərəfindən pişəcək. Yəni hamısı təlimlidir. Afisiyantlarımız belə təlimlidir. Ustamız hamısını öyrədir.
Özü burada olmasa belə işləngimir. Tüstüyə bax, tüstüyə. Elə adam burada doyur. Emil, buranın öncəliyi, Vedi restoranının öncəliyi nədir? Və ilk öncəliyi odur ki, hər bir müştəri bizdən narazı qalmasın. Hamısı razı getsin. Hamısı razı qalsın. Hamısı razı qalsın. Müştəri Buradan bax müştərilərimizə buranı tanımırlar, bilmirlər. Nə demək istəyirsən ki, onlar nəyə görə bu məkanı seçməlidir ki, gəlsin bu məkana? bu məkan illərlə doğma kimi o salınır. Həm yeməklərinə görə, həm personala görə. Həmişə də çalışırıq ki, yenilik şeylər çıxardaq, güzəştlər çıxardaq. Yəni Vedi restoranı illərdir bütün müştərilərə xidmət göstərir və onların narazı getməməyi üçün əllərindən gələn hər bir şeyi edirlər, xidmət edirlər. Həm personal tərəfindən, həm də aşpazlar tərəfindən. Bu arada mənə öyrədir ki, belə demə, belə demə. Mənə bayaqdan öyrədir. Buyur. Yaxşı danışdığına görə. Sağ olun. Bunu ki mangaldan götürüb isti-isti yemədin, bunun nə ləzzəti. Yağış da yağır maşallah, görsən, bərəkətdir. Bunu da çəkən qardaşa görə. Ver onu özündə, ver özünü, səni də biz çəkək də. Ömür necə pişib Emil? Gözəl pişir, ayada pişir. Amma yumuşaqdır. Ancaq körpə ətdə bura alınır. Onu da hər dadda istəyə bilərsiniz ki, onun yumuşaqlığından. Buyur qardaş. Elə bir gözəl söz yoxdur. Kababın yanında deyəsən, bütün tadı sağlamanı yapır. Buyur qardaş. Çok güzel. Doymadınsa xəbər edin. Elə sənin gülüşünə nə qədər deyirsən buna baxış gələcək. Kızardı. Bunlar hazır, bunlar qabulda. Abi, Güzəldir. düzəlt. Mən sənə nə deyirəm? Mən deyirəm ki, düzəltmə. Harda da piva götürüb verir mənə ki, gələ. Ha, bu boşda bu. Bax, elə bir müştərisən, elə özün özünə qulluq elədin, bax, elə yığdın qablara, bax, usta gör nətər yığır. Bax, özün də belə səliqəli şəkildə yığırsan qablara, sonra oturursan dostlarınla, keyflə oturub yeyirsən də. Evə də gedəndə tüstü iyi verirsən, kebab iyi verirsən. Baxın belə şok oldu. Bayaqdan şef povur eləyir. Aha. Sonra deyəcəklər ki, nətər özünə xidmət oldu. Orada ancaq hamısını şef povur elədi. Sadəcə elə. Yox, lazım deyil. Elə buradan özüm bura qoyuram buna. Yerimizi də eksik olar. Buyur. Peki qoy mən bişirim də. Yəni hamısını sən bişirəsən ki. İndi bu göbələkləri yığırıq. Məni öyrət, mən sabahdan bu işin başını buraxıram çəkişin zaten. Televiziyadan da çıxıram işdən, gəlirəm bura. Bizə kebab bişirəcəm. Düz yığdım, heç olmuyor. Olar mı? Bax, gəldin, bizim kimi. Belə özünə xidmət edə bilərsən. Başında çıxmış kömək edə bilərlər. Almalardan da düzdür yəni. Kömək eləyim. Gəlirsən 4 nəfər. Həm belə kebabları özünə hazırlayırsan. Həm də ki, hesab elə də çox eləmir. 75-80 manat. İndi baxır seçdiyin şeylərə. 75-80 manat. Ondan yuxarı
heç nə eləmir. Həm də ki özün həm çəkirsən, həm yeyirsən, həm içirsən. Başqa da heç nə. Bu boyda istirahət deyil və nədir? Və yaxına yedə bu tüstün zad da götür. Əti də göstərim sənə. Bax. Gəl, yaxına gəl. Bu toyuqlar zadı yaxından götürür. Gəl yaxına. Baba, belə gəldin. Bunu belə baba belə edirsən. Bax, bunu qoyursan bunun arasına. Burada turşumuz var. Turşudan qoyursan. Biraz da qırmızı turşudan qoyuruq. Baba. Sonra bunu belə bükəliyirik. Bax, özümü bir rayonda kənddə hiss elədim. Bunu yedim. Üstündən də baba, su içməyə ehtiyac yox. Baba, gəl yaxına. Göbələyin suyuna bax. Baba. Ya bunu belə elədin, bəs eləyir. Su da içməyə ehtiyac yoxdur. Əsas dayımız buradadır, bax. Da gəl bura. Görsən, o dəqiqədə zəng gəldi, bana imkan vermirlər, bax. Bütün el aləm onu tanıyır, o gəlib çəkilmir, görürsən də. İndi darıxmaq, o telefondan danışsan, deyəcəm. Yoxsan pişirib qutara bilmirəm. O mənə zülüm verdi, o göbələyi oradan götür. Bayaq onu isti nətər suyunu içdimsə. O bu pişənləri belə elə isti. Ay əmi, gəl buraya, gəl. Bunun için belə doldurursan, ay əmi. Belə. Burada da bunu belə bükürsən. Şef Power qəşəng pişirir, yoxsa özümüz? Özümüz. Belə gəlirsən dostlarından, gəlib video çəkməyə də icazə verir. Gəl belə ye, iç, video çək. Get. Bax, belə elədin, pişirdin, hazırladın, всё. Gəl. Gör nətər pişirmişəm. Mən pişirmişəm indi. Gəlirsən, özün özünə qulluqdur da eləyirsən. Özün özünə qulluq eləmək kimi yaxşı bir şey yoxdur. Hələ. Emin deyəsən xoşuma gəlib. Biraz da Nətər daha yazır. Qaydasında hər şey qəşəng, gözəl. Özünüzə ləzzət edir. Buyurun, siz də gəlin, dadın. Həqiqətən çox maraqlı və gözəldir. Ababası bir başqadır. Kardeşim tez eləyə bura. Bura bambaşqadır, kalyotdur, bilməyin. Qatı. Var olar. Tez gəlib yemək lazım. Buyurun. Gəlin. Buyurun. Hadi bakalım. Soyutma. Kanala abunə olmağı və bizi izləməyi unutmayın. Gələn vloglarda görüşənədək.